Biz Qur'anı sənə hissə-hissə aramla nazil etdik. Belə ki, Rəbbinin qərar verəcəyinə qədər səbr et və onlardan heç bir günahkara və ya nankora itayət etmə. Səhər, axşam Rəbbinin adını zikr et. Gecənin bir hissəsində ona səcdə et və gecədə uzun müddət onun şəninə təriflər de. Əsl həqiqətdə bunlar ötəri dünyanı üstün tutaraq qarşılarındakı ağır günü görməməzliyə vururlar. Biz onları yaratdıq və xilqətini möhkəmlətdik. Əgər istəsək, onları özlərinə bənzərləri ilə dəyişdirərik. Həqiqətən bu bir ibrətdir. İstəyən Rəbbinə doğru aparan bir yol tutar. Amma Allah istəməyincə siz istəyə bilməzsiniz. Həqiqətən Allah biləndir, müdrikdir. O, istədiyini öz mərhəmətinə qovuşdurar. Zalimlara isə o, ağrılı-acılı əzab hazırlamışdır.